Herkese salam dostlar, necəsiz? Növbəti bir videoyla yenə də qarşınızdayım. Bugünkü videomuzun konusu kimyadır. Deməli, düzdür, postalar paylaşanda riyaziyyata daha çox səs gəlmişdi. Amma ki, yorumlarda o qədər kimya dedilər ki, artıq qəlbim dözmədi. Dedim ki, tez kimya çəkim, sonra tez bazarda riyaziyyatı çəkəcəm. Çox uzatmayım. O bir video kimi 55 dəqiqə danışmaq istəmirəm. Çünki elə olanda çox adam baxmır. İncidim yəni. Vaxt tapmırsınızmı mənə? Nə həyatınızdan o boydasın, bir saatdan ayırasınız. Amma neysə, keçək bir videomuza. Kimya niyə başlıqda hamıya çətin gəlir? Yenə suallarımla qarşınızdayım. Çünki bu məndə də belə olmuşdu. Dəftərim düşürdü. Bu məndə də belə olmuşdu. Yəni ilk başlarda həqiqətən də zəhləm gedirdi. Həqiqətən sizin tərəflərdəyim yəni. Çünki məktəbdə də zaten 0 dərəcəsinə keçilmişdi. Heç bir bilgim yox idi. Çox çətin gəlirdi. Çünki məktəbdə məndə belə planlamışlar ki, kimya çox çətindir. Sən hər şeyi əzbər bilməlisən. Mendeleyev cədvəlini əzbər bilməlisən. Yəni hər bir şeyi əzbərləməlisən. Yəni başqa bir çarən yoxdur. Heç bir məntiq yolu yoxdur. Yəni müəllimimiz o qədər elə demişdi ki, artıq mən də bir nöqtə dedim ki, yəni kimyanı mən alandıra bilməyəcəm. 150 bal verir. Mən nə edəcəm? Ona görə yəni mənə də başı çətin gəlirdi. Amma hazırlığa başlayanda artıq müəlliməm mənim düşüncə tərzimi dəyişməyə başlayırdı və bu videoda istəyirəm mən də sizin düşüncə tərzinizi dəyişdirim ki, yəni çətin deyil. Həqiqətən də qorxmayın. Hər şey bizim beynimizdən başlayır ki, okey, biz əgər çətin deyərək gediriksə, təbii ki, o çətin olacaq və heç cür öyrənə bilməyəcəksiniz. Yəni yorumlarda da zaten görürəm, hamı deyir ki, çətindir, bacara bilmirəm, nə edeyim? Yəni çətindir, bacara bilmirəm deməklə, yəni nə əldə edə bilərik ki, heç nə. Amma çətindir və yaxud da asandır, fərqi yoxdur. Amma yenə də biz eləyəcəyik desək, onda təbii ki, yaxşı olacaq və bu videoya baxırsınızsa, mənim sözümü qulaq asın və beyninizdəki o düşüncələri bir kənara atın ki, okey, Aynazın videosuna baxdıq, artıq kimya çətin də olsa, asan da olsa biz bunu bacaracağıq adı ilə davam edəsiniz. Artıq təbii ki, belə bir dəyişiklik olacaq. Hər neysə, yəni hamıya çətin gəlir. Düşünməyin ki, heç kim hamı ana qarnından öyrənibdi və əvvəldən biz kimyanı bomba bilmişik və mən gəlib 30-30 yazmışam. Wow, necə olur? Olmur yəni. Mən də cəmi 2 ilə öyrənmişəm. Amma yəni onu 1 ilə də eləyə bilərdim. Yəni 1 ildə keçsəm hazırlaşa bilərdim. Düzdür, bir minnət çətin olacaq təbii ki. Amma ki, ən azından mümkünsüz deyil. Yorumda yazırlar ki, 1 ilə bunu öyrənə bilərəmmi? Aya artıra bilərəmmi? Artıra bilərsən. Yəni istəsən 100 baldan 500 bala da qalxa bilərsən. İstəyərsən 500 baldan 50 bala qədər düşə bilərsən. Hər şey sizin asılıdır. Necə öyrənək? Qeyri-üzvü, ümumi və yaxud da ki, üzvü kimya hansı daha çətindir? Mənə görə ümumi kimya daha asandı. Çünki orada sadəcə məsələ üzərində həll idi və əzbər bir şey çox yox idi. Amma ki, digərlərində reaksiyalar falan əzbər çox oldu deyə yadımdan tez-tez çıxırdı. Yəni bu videoda artıq məni tanıyırsınız ki, o bir video olandan ki, əzbər şeylər istəmirəm. Yəni yazım əzbərliyim, belə bir şey yoxdur. Necə öyrənək? Kimya həqiqətən də məntiqli dərk eləyə biləcəyiniz fəndir ki, əgər ki məntiqli başa düşdünüz ki, bu niyə belədir? Əzbərləməkdən kənara onun məntiqini başa düşmək lazımdır. Çünki reaksiyalarda belə məntiq gedir. Həqiqətən elə reaksiyalar var ki, düşünsəniz ki, bu niyə belə olubdur? Olacaq yəni də elə çox düşünməyin ki, heç nə olası deyil, elə bir şey yoxdur. Çox xahiş edirəm. Yəni mən bu videoda sizə maksimum nə öyrədə bilərəm? Yəni deyə bilmərəm ki, üzvü kimyanı necə öyrənin, qeyri-üzvü necə öyrənin. Yəni bunları mən sizə çatdıra bilmərəm. Çünki müəllimə deyiləm ki, onu deyim ki, kimyada məsələn sürət dərsini belə öyrənin, tarazlıq dərsini belə öyrənin. Dəqiqə uzun olacaq. Yəni onu maalesef əlimdən gəlməyəcək. Amma ki, qayda olaraq biz bunu oxumuşuq. Biri yorumda yazıb ki, pul verməyə dəyməz. Dəyməz artıq onu mən deyəm bilmərəm. Amma mənim yəni ən az oxuduğum buydu. Düzdür, səhvlər vardı, içində vardı. Sadəcə bizdə müəllimimiz düzəldirdi. Bir də ki, nəşr yeniləndikcə o səhvlər aradan qalxır. Yəni müəllif hər dəfə təzələyir. İndi bilməm nə vaxt o səhvlərin hamısını yoxa çıxardacaq, Allah bilir. Hər neysə, yəni oxuduğum qayda buydu. Tez olaraqsa başlayıram topludan yenə də. Toplunu mən hər bir dərsi hər bir fəndə deyəcəm. Çünki ən əsas topludur ki, hansı ki, onu dövlət bizə veribdir. Dimin vəsaitidir ki, siz bunu oxumalısınız, yazmalısınız. Yəni, birinci toplunu mütləq yaxşı işləyin. Biz birinci təkləri, sonra cütləri getmişdik, elə tamamlamışdıq. Məncə, əsas toplu səviyyəsinə zaten düşür.
Sonra güvənli bir ara 10-cu sinifdə işləməyə başladı, amma çox yekə, çox uzun bir kitabdır. Yəni test sərhədinin artıq çox olduğu üçün çox da bilmirəm sərf eləmədim. Sonra keçdik, hədəfi yazırdıq. Hədəf də yəni topluya oxşar bir suallar idi. Sadəcə indi əlavə bir vəsait idi də, yəni vaxtınız varsa işləyə bilərsiniz, yoxdursa da yəni vaxtınızı öldürməyin, daha çox qayda toplu yönümlü gedin. Bir də qəbul və model. Deməli bir kitab var idi, onun şəklini bura qoyacağam. O kitabda elə bil ki, hər qəbulla modellərin illərə uyğun seçiblər hamısını, mövzu ayırıblar. Biz hər mövzunu keçdikcə oradan elə bir həm toplum verirdi müəllimə, həm hədəf verirdi, həm də ki, qəbul modeli verirdi. Amma ki, bunu elə bir mövzunu 2 günə 2 dəfəyə ayırmışdıq. Həftədə 3-4 dəfə gedirdik. Əlavələri saymıram. Bir də ki, əlavəyə gedirdik. Orada isə müəllim qəbul, güvəndir, hədəfdir, OTK-dır, nə bilim, yəni əlimizə keçən nə mövzu sınaqları vardısa, onları işləyirdik. Bu mənim müəlliməmin özünə xas bir şeydir. Yəni onu sizə nəsə deyə bilmərəm. Hər nəysə, yəni belə. İşlədiklərimiz bunlar idi. Yəni ən əsası deyə biləcəyim qəbul, model, toplu, bir də ki, qayda kitabı olaraq budur. Yəni başqa bir şey nə deyim. Necə öyrənəyi zaten dedim ki, əsas qaydadır. Qaydanı öyrəndinizsə, çətin məsələ olsun, asan məsələ olsun, reaksiya olsun, hamısını həll edə biləcəksiniz. Yəni mənim elədiyim şey qaydanı öyrənməkdir, sonra da gedib test yazmaq idi. Bir də ki, yəni 10-cu sinifdə mən də zəif idim. Mən də çox orta, sadə bir suallar yaza bilməmə tipli şanslarım olurdu və yaxud da ki, primitiv səhv elədiklərim olurdu. Yəni bu hamının başına gələ biləcək şeydir. Yəni bir dənə, 2 dənə səhviniz olanda, 10 dənə səhviniz olanda qorxutmayın özünüzü. Yəni başlanğıcdasınız, hələ təzə öyrənirsiniz, hələ qarşınızda çox uzun yolunuz var, bəlkə də bəzilərinizə qısa yol var. Amma nə də olsa bir ildə bir ildir, yəni qorxmayın. Çünki heç kim sıfırdan hamısını bilərək başlamır. Test qaydanı dediyim. Yenə deyirəm, mən müəllimə deyirəm ki, sizə gəlib bu videoda bütün üzvü, qeyri-üzvünü falan öyrədim. Sadəcə reaksiyaları necə öyrənmək lazımdır? Biz də müəllimə deyirdik ki, reaksiyaları yazaraq öyrənin, elə daha çox yadınızda qalacaq. Və bunu da gördük ki, biz evdə eləmirik. Mən şəxsən yazmağı sevmədiyim üçün eləmirdim. Bunu gördüyü üçün də dərs vaxtı, deyək ki, bir hansısa bir məsələdir, onun reaksiyasını mütləq yazdırırdı. Bəlkə də sadə olaraq, yəni beynimizə düşünə bilərdik də, yəni natrium bu qədərdir, su bu qədərdir, nə qədər natrium o H alınacaq, H2 alınacaq. Bunu təxmini beynimizə zaten tapa bilirdik bəzilərimiz. Amma ki, müəllim o reaksiya yazdırırdı ki, yenə də evdə eləməsələr belə burada eləsinlər, daha çox yazsın. Nə də çox reaksiya yazsınız, o qədər çox yadınızda qalacaq və müəllimə imtahan eləyirdi. Bunu siz özünüz də evdə eləyə bilərsiniz ki, reaksiyanın başlanğıclarını yazırdı. Hardasa bir 50 dənə, 25-25. Həmin reaksiyanı siz qarşısını dolduracaqsınız. Yəni bunu evdə də özünüz üçün hazırlaya bilərsiniz ki, açdım kükürt bölməsini, nə bilim, xlor bromu, oradan reaksiyaları götürün, özünüz üçün yazın, amma qarışıq yazın. Sırf kükürt, sırf şey kimi dalbadal yazmayın. Eləsinə özünüz üçün imtahan edə bilərsiniz ki, hansı ki, reaksiyaları daha çox yadda saxlamaq, daha az unutmaq üçün idi. Bir də ki, imtahanlara getməzdən əvvəl mütləq reaksiyaları göz gəzdirin. Məndə belə idi ki, imtahana getməzdən əvvəl mütləq göz gəzdirdim və elə yadıma düşürdü. Yəni mənim yadımdan çıxırdı, nə yalan deyim. Yəni bilirdim ki, imtahana getməzdən əvvəl təkrarlayacağam və elə yadıma düşəcək. Düşünün ki, yəni bir neçə ay keçsin qeyri-üzvünü oxumağından. Müəllimə sual versə, yəni cavab verib bilməməyim normal idi. Yəni müəlliməyə də deyirdim də, müəllimə, mən imtahana getməzdən əvvəl təkrarlayıram və elə yadıma düşür. Əgər ki, sınaq yazıramsa, orada hər hansı bir reaksiya çıxıbsa qabağıma, yeni yadımdan çıxıbsa, girib kitaba baxırdım. Və yaxud da ki, hər hansı məsəl kükürt bölməsinə aid test yazıramsa, əvvəl kükürdə göz gəzdirirdim ki, mən hansı qaydalar, hansı nəzəriyyələr yadımdan çıxıbsa, gözümə gəlsin. Testi yazanda 3 dəfə, 5 dəfə kitab açmayayım ən azından. Bu belə. Məsələ necə həll eləyək? Məsələlər həqiqətən də gözlədiyiniz kimi çətin düşmür. Yəni deyim ki, ölüm dərəcəsində çətin suallar düşür. Oliyen məsələ, ozon məsələləri, nə bilim, tarazlıq filan. Bu vaxta kimi elə bir çətin sual görünməyibdi. İmtahana düşmüş məsələ olaraq. Sadəcə hər şey sizin yenə də beyninizdən başlayır ki, eləsi var ki, müəllimə deyir ki, məsələni oxu, həll elə. Uşaq oxuyur başlı ayağa kimi, yox. Deyir, mən neynim, heç nə başa düşmədim burada. Yəni yenə də sizdən başlayır ki, yəni bunu oxuyanda yavaş-yavaş oxuyub, mənə nə verib, nə qədər natrium verib, nə qədər su verib, nə qədər hidrogen verib, hər şeyi fikirləşib görmək, həmin gördüyündə də sənə sual nə verir, nə istəyir, nə cavabı axtarsan, kiloqram istəyir, nə istəyir, nəyin cavabını axtardığını bilmədiyin bir sual necə həll eləyəsən də, yəni də. Əsəbləşirəm də bu o baxımdan ki, yəni sualı gör.
heç bir çətin məsələ yoxdur. Ola bilər ki, çətin məsələ olsun, hansı ki, onu müəllimlər belə həll etməkdə çətinlik çəkir. Yəni bu normal ola biləcək şeydir. Və ya ki, olsun mən özüm, yəni elə suallar olurdu ki, həqiqətən də baxırsan ki, bəlkə də asan tipli görünür, amma yəni həll etmək olmur. Və yaxud da ki, nə bilim də, yəni ən azından çox çalışsaz, qaydana bilsəz, toplu səviyyəsində yazmağı bacarırsınızsa, maksimum yazma şansınız harda 80%, 90%-dir. Amma yəni 28-29 yazma şansınız hardasa 100-ə yaxındır. Əgər çalışırsınızsa, orta biraz da çətin tipli məsələ həll edə bilirsiniz. Niyə də olmasın? Çünki mənim bir üstünlüyüm vardı ki, çox tez işləmişdim. Yəni həqiqətən də müəllimə nə verdisə işləyirdim. Bəzi uşaqlardan fərqli olaraq ki, onlar tənbəllik edirdi. Müəllimə məsələn bizə evə də hardasa belə ki, hər günə 10 suallıq falan test atırdı. Amma hər gün onları işləyirdim. Nə qədər asan suallar da olsa, yəni deməyin ki, hə bu asan sualdır. Bunu yazmayım, eyb yox. Onsuz imtahana düşsə mən bunu həll edə biləcəm. Bunu mən düşünə-düşünə hər dəfə elə fikirləşdim ki, asansa həll eləyərəm, nə qorxum. Amma getdim, niyə birinci şansda 29 yazdım soruşsaz, çox rahat bir reaksiyanı tapmadım. Hansı ki, soruşu ki, oksidaşma reduksiya reaksiyası hansıdır? Yəni mən çox mənasız bir cavab seçmişdim. Adama deyirlər ki, yəni bu qədər çətin suallar yaza bilib də elə bir asan sual yaza bilməmək çox məntiqsiz idi. Amma hər nəysə, sadəcə gözünüzü qorxutmayın məsələ həll eləyəndə. Nə veribsə yavaş-yavaş oxuyaraq onu algılamağa çalışın ki, məndən nə verib, nə istəyir, nə verib, nə istəyir. Bunu hər dəfə fikirləşsəz zaten yaza biləcəksiniz. Yəni özünüzü düşünməyin ki, ölüm dərəcəsində məndə bir məntiq düşünür orada. Mənə kimya məsələ yazıram, məndə elə bir məntiq axtar ki, yox. Çünki Dövlət İmtahan Mərkəzi də bilir ki, hər kəs alim deyil, hər kəs professor deyil. Biz də məktəbdən çıxan bir şagirdlərik, məktəb dərsləri ilə olan bir insanlarıq da, yəni. Sonra leksiyalar dedim, 1 və 4-cü qrupların fərqi nədir? Situasiyaları necə yazaq? Bir fərqimiz yenə də var ki, 1-ci qruplar asan düşür, 4-cü qruplar onlara nisbətən çətin düşür. Nə baxımdan? Elə 4-cü qruplarda həm asan, həm orta, həm də çətin tipajlı, çox çətin yox, amma çətinə oxşar suallar olur, hər 3 səviyyə olur. Amma ki, 1-ci qruplarda isə asan və orta tipli suallar olur. Çətin suallara maksimum ətraflıda rastlaşmaq olar, amma ki, belə yoxdur. Ona görə 1-ci qrupsuzsa gedin papağınızı göyə atın. 4-cü qrupsuzsa ağlamağa gerək yoxdur, çünki o qədər də öldürücü deyildi. Yəni həqiqətən də qorxmayın. Hər hansı bir ya birinci ya da ikinci şansda həqiqətən də asan tipli suallar daha çox olacaq. Birində isə asan orta, biraz da çətin tipajlı olacaq. Yəni bunu gözə almalısınız. Hansı ki siz 4-cü qrupsuzsa zaten toplunun hər bir tipajlı suallarını işləməlisiniz. Amma birinci qrupsuzsa məsələn bizdə müəllimə elə suallar var idi ki, birinci qrupun işləməyinə heç gərək yox idi deyə işlətmirdi. Yəni ona görə də birinci qruplar biraz o baxımdan bəxt gətiribdi. Hansı ki bizdə fizika 1-ci, 4-cü qrup eyni düşür. Amma kimya bizdə çətin düşür, onlarda asan düşür. Bu baxımdan haqsızlıq olur, amma ki bəlkə də onların riyaziyyatı daha çətin sayılır, amma bizdə də biologiya var, məsəl üçün 6 fən sayılır. Hər nəysə burada haqqında danışmayaq. Burada hardan gedirik? Bir fərq oydu ki, onlar daha asan düşür. Çünki bizdə 4-cü qruplarla hazırlaşan uşaqlar var idi, 1-ci qrup idilər. 2 ya da 3 nəfər idi. İkisi 30 yazdı, biri də 25 ya da 27 yazdı. Hansı ki o biraz nisbətən az oxuyurdu. Digərləri isə yəni normal səviyyədə oxuyurdular deyə 4-cü qrupu algılamışlar deyə imtahan onlar üçün çox rahat keçmişdi. Ona görə də 4-cü qruplar olaraq situasiyanı necə yazaq? Ətraflı yazmaq ki, yəni düşündüyünüz qədər çətin deyil, adi bir açıq sual tipajlı bir şeydir. Yəni ha kodlaşma tələb edən, ha da belə. Yəni sadəcə fərq uzun yazmağınızdır. Ona bir şey deyə bilmərəm. Yəni mən burada maksimum dərəcədə fikirlərimi ifadə etməyə çalışıram. Amma yox spesifik bir sualınız qalırsa ki, sırf bu mövzunu neyniyək? Yəni mən müəllimə deyirəm ki, onların hamısını sizə bir-bir ifadə edə bilim ki, necə öyrənəsiniz. Amma ki, hər hansı bir sualınız varsa, ya Instagramdan ya da TikTokdan və yaxud da ki, buradan yaza bilərsiniz. Sadəcə buradan çox uzun yaza bilmirəm yazı olaraq. Mesaj şəklində yazmaq uzun çəkir. Amma ki, TikTok və Instagramın direktinə yazsınız, oradan səs şəklində izah edə bilərəm. Bir də ki, düşünün mən yazmağı sevməyərək bilə sizə yazmışam ki, bunları danışacağam. Hər nəysə, yəni situasiyanı yazmaq üçün bir fikirləşin ki, ola bilər ki, ikinci sualda 3 sual yoxdur, biri ilə bağlı. İkinci sualda verilən cavab sizə birinci sualda kömək ola bilər. Yəni bunu düşünərək işləyin. Bir də ki, hər şey əsasən birinci o mətndə verilir. Hər şey. Elə vaxt ola bilər ki, bir reaksiyanın bağlı ola bilər ki, məsəl üçün deyir ki, aktyordur, yalançı qan sual var idi, 100% görmüşəm. Yalançı qan şey eləmək istəyirlər, səhnə çəkmək istəyirlər. O da
reaksiya var idi bu kitabdakı şeydir, tamaşalarda filan qan yaratmaq üçün istifadə olunan reaksiyadır və onu gedib imtahana salmışlar. Yəni hər şey ola bilər. Ona görə deyirəm ki, qaydanı oxuyun. Qaydanı oxumayandan sonra, yəni gəlib mənə nə sual verəcəksiniz ki? Qayda. Çətin gələn heç nə yoxdur. Sadəcə bu boyda qalınlıqda bir qaydanı oxumaq gərəkdir. Yəni başqa bir şey yoxdur. Amma o qaydanı oxuyanda da belə göz üstə oxumaq yoxdur. Onu dərk eləmək lazımdır ki, burada nə istəyir. Hardan başlamaq lazımdır? 10-11 sinif. Mən 10-cu sinifdə başlamışam hazırlıqlara. Normal səviyyədə bütün proqramı qurtarmışdıq. Amma ki, elə müəllimlər də var ki, yəni proqramı birazını da saxlayırlar 11-ci sinifə. Amma qutarsaz daha yaxşı olardı ki, nisbətən daha rahat olardı ki, həmən biraz da olsa təsəvvürüm yaranıbdı. Düzdür, mən 11-ə başlayanda ümumi kimyanı çox unutmamışdım, amma digər ikisini demək olar ki, harada 80%-ni falan unutmuşdum. Yəni onu demək istəyirəm ki, ay 11-lər. Bəziləri deyir ki, 11-dən başlayıram, çətin ola bilərmi? Xeyr, ola bilməz. Çünki mən 80%-ni unudaraq başlamışam. Yəni hardasa 20-30%lik baza ilə başlamış kimi sayılırım. Yəni ona görə də qorxmayın ki, hə, mən bir ilə hazırlaşıramsa ölüm dərəcəsində pis olacaq. Yox. Qorxmayın, həqiqətən qorxmayın. Kimya çətin deyil. Kimyanı sadəcə sevmək, sevə də bilmirsinizsə, onun məntiqini başa düşmək ki, hə, ay Naz, indi siz kimsizsə, mən bunu bacaracağam, mən bunu eləyə biləcəm, mən həqiqətən də bu fəndən üstəsinə gələ biləcəm. Mənim maksimum nə çətin suallar gözləyəcək ki, qəbul sualını işləyibsənsə, ona oxşar suallar düşəcək. Maksimum 1-2-yə də dəyişiklik olacaq, amma ki, ən azı istədiyi bala yaxınlaşa biləcəksən. Mən necə başladım, necə təkmilləşdim? Bunu zaten bayaqdan danışıram. Əsas 10-cu sinifdə başladım. Çətin davam eləyirdim. Həqiqətən müəllimə hər dəfə yazırdım. Müəllimə, mən bu sualını eləyəcəm. Müəllimə, mən bunu eləyə bilmirəm. Müəllimə, mən bunu bacara bilmirəm. Bu necə formul qurum falan filan. Həqiqətən də mənə bütün müəllimə şey eləyirdi. Müəllimə deyirdi, narahat olma Aynaz. Həqiqətən də bu vaxt ərzində çox yaxşı olacaqsan, öyrənə biləcəksən. Amma mən yenə də inanmırdım o sözə. Amma həqiqətən eləymiş. Yəni təkmilləşməyimin səbəbi çoxlu test işləməyim idi. Çoxlu sual tipləri görməyim idi. O qədər sual tipləri görmüşdüm ki, istəsəməz rahat olurdu da. Yəni bilirdim ki, mən bu mövzudan maksimum qabağıma nə çıxsa, onların ən az 90%-ni, 80%-ni həll edə biləcəm. Bu da çox böyük bir faiz sayılır. Niyə əvvəl çox çətin gəldi, sonra asan danışdım. Əzbərləmək yoxsa məntiqini başa düşmək. Bayaqdan vurğuladım ki, məntiqini başa düşmək. Məntiqini başa düşürsünüzsə, zaten sizin üçün çox rahat olacaq ki, biri vardı ki, indi mən bu videonu 2 dəfə çəkirəm. Bir dəfə həqiqətən görüntü kalitəsi aşağı olduğu üçün dedim, videoya baxırsınızsa ən azı normal bir görünüş olsun. Ona görə bilmirəm. Bu videoda danışdım, o biri videoda danışdım. Amma ki, hər nəysə bir də deyim, uzaq 2 dəfə eşitmiş olacaqsınız. Eləsi var ki, hazırlıqdayıq. Müəllimi deyir ki, hə, bu sualı həll eləmək üçün bura bunu yazırıq, bu buna, bunu buna yazsam falan filan. Uşaq da əzbərlədi ki, hə, belə. Amma ona oxşar bir sualdır. Nə bilim, rəqəm fərqlidir ya da ona oxşar bir tipajlıdır. Uşaq duruxur ki, suya mən bunu bacarmadım, yəni yaza bilmirəm. Niyə? Çünki birinci dəfə müəllimə izah eləyəndə, yəni həmin oxşar tip sualdır da, niyə həll eləyə bilməyəsən? Müəllimə izah eləyə biləcəksən, onu öyrənibsən, deyibsən ki, mən bunu bilirəm. Çünki sən orada məntiqini başa düşməyin əvəzinə şeyə fikirləşirdin ki, mən bunu əzbərlədim, bu sual düşsə mən yazacağam. Peki o sual düşmədi, ona oxşar bir tipaj düşdü. Yəni olmazmı ki, o sualı əzbərləməyəsən, məntiqini başa düşəsən ki, müəllimə niyə belə yazdı? Niyə bunun üstünə bu rəqəm yazdı? Niyə burada bunu həll etməyə çalışdı? Yəni bunu niyə fikirləşməyəsən ki də, onun yerinə əzbərləməyə fikirləşəsən? Yəni sadəcə çalışın ki, niyə? O sualı verin, niyə? Gördünüz mü, başa düşmürsünüz sualı. Müəllimə deyin, müəllimə, niyə o elə oldu? Niyə onu onun üstünə yazdı? Ola bilər də, yəni insan sualı baxır, algılaya bilmir də, yəni müəllimə niyə o rəqəmi oraya yazdı, niyə o reaksiyanı yazdı, nə deyildi ki, məsələdə nə dedi ki, biz onu yazmaq istədik. Bunu sualı verə bilərsiniz, ya adam fikri harasa gedə bilər falan. Amma düşünməyin ki, müəlliməyə desəm ki, müəllimə bunu bir də izah eləyin, burada niyə belə oldu? Düşünməyin ki, müəllimə deyəcək ki, bayaq izah elədim də, hardaydın, yaxud da onu bilmirsən sən, yox. Yəni, mən elə bir müəllim tanımıram ki, bəzi dırnaq içində olan müəllimlərdən başqa, digər müəllimlər tanımıram ki, yəni bir uşaq niyə sualını versin, gələsən ona pis reaksiya verəsən, yəni. İmtahana az qalmış, artırmaq istəyirsinizsə, indiki imtahana az qalmayıb, bu videoya indi baxırsınızsa, əgər ilin başlanğıcındasınızsa, gedin dərsinizi oxuyun. Çünki hələ vaxtınız baya var. Amma yox, bunun üçün imtahana az qalmış bir müddətə baxırsınızsa,
Artırmaq üçün nələr edə bilərsiniz? Qaydalar fokuslana bilərsiniz ki, ən azından qaydanı bilsəz, bəlkə də imtahanın hər hansı bir sual düşsə, onu qayda yadınıza düşər və o tərəfdən tapa bilərsiniz deyə düşünürəm. Bir çarəmiz bu var. Yox, başqa imtahana yaxın, əgər ki, azdan çoxdan oxuyubsunuzsa, yenə qayda təkrarlayın. Çünki məsəl üçün imtahana yaxın 1-2 həftədə testdə düz yazırdı, müəllimimiz verirdi deyə məcbur zaten yazmalıydıq. Amma ki, yox, testdən əlavə qayda oxumağı daha çox tövsiyə edirdim ki, qayda əsasdır. Yəni bu vaxta kimi zaten test yazırdıq. Onu öyrənməyə çalışırdıq ki, nə tipajları necə yazmalıyıq. Amma ondan sonra isə qayda oxumaq lazımdır. Qayda, yəni əsas qaydadır. Yəni başqa cür artıra necə bilərsiniz? Qayda oxumalısınız. Bir də ki, ən azı toplumun ilk 50'sini falan yazın ki, biraz ən azı o mövzu baxımından beynimizdə nəsə formalaşsın. Unutmamaq üçün nə edək? Təkrar edin. Başqa çarəmiz yoxdur. Ancaq təkrarlasınız. Hər dəfə gedib gəlib təkrarlasınız, bomba olacaq. Həqiqətən də yaxşı olacaqdır. Yəni bir çarəniz mövzunu işləməzdən əvvəl %100 təkrarlayın ki, ən azından çox çətinlik çəkməyəsiniz. Çünki elə var idi ki, oxumurdu. Yəni qayda oxumadan test həll eləməyə çalışırdı və yaxud da köçürürdü. Yəni hazırdakilərdən bir məsəl çəkim. Köçürürdü. Qayda oxumurdu. Yola verirdi. Yəni bu gedişlə zaten kim nəyi artıra bilər ki, kim nə oxuya bilər ki, nə əldə edə bilər ki. Sıfırdan yüksəlt. Və sıfırdan yüksək bal yığmaq olarmı? Bəli, olar. Niyə olar? Çünki sıfırdan gəlmişəm. Zəhləsi getmiş fizika nədir? Kimya qarşı zəhləsi gedən bir insan olaraq sıfırdan gəlib 29, bir də 30 yazmışam. Videomuz bu qədər idi. Ümid edirəm ki, bəyəndiniz. Amma ola bilər ki, mən hər hansı bir nöqtəyə dəyməmişəm kimya baxımından. Ona görə də yorumlarda yazarsınız, mən cavablamaya çalışacağam. Belə yəni, ümid edirəm bəyəndiniz. Ümid edirəm ki, faydam dəydi. Nə qədər çox xoş yorum görəndə, ümumiyyətlə hamısını cavab verməyə çalışıram. Amma nə qədər çox xoş yorum görəndə, nə qədər bəyəni sayını görəndə, takipçilərimizin artdığını görəndə adam bilir ki, yəni həqiqətən məni izləmək istəyən, mənim faydamı dəyəcək çox şagirdlər var, çox abituriyentlər var ki, kimlər ki məni izləyir. Hamınızı çox sevirəm. Ümid edirəm ki, bundan da çox takipçilərə, bundan da çox gözəl yorumlara gedərik. Sizin dəstəyinizi gözləyirəm ki, siz nə qədər çox mənə motivasiya versəz belə takipçi sayı olsun, o olsun, bu olsun, xoş yorumlarınız olsun. Daha çox həvəslənirəm ki, mən durum video çəkim, sizlərə faydam dəysin, sizlər də məndən bir şey öyrənə biləsiniz. Belə yəni, takiplərinizi gözləyirəm. Bəyənirsə videonu like atmağınızı gözləyirəm. Öpdüm hamınızı, özünüzə yaxşı baxın. Növbəti videoda görüşərik.